Salam əziz kanal izləyiciləri, hər vaxtınız xeyir olsun. Bu gün sizinlə MHM test toplusunun əvəzli mövzusu üzrə olan test tapşırıqlarından 1-dən 30-a qədər olan test nümunələrinə nəzər salacağıq. Birinci hissədir. Birinci suala baxaq vaxt itirmədən. Həm mənsubiyyət, həm hal şəkilçisi qəbul etmiş əvəzlik hansı cümlədədir? Yəni bir əvəzlik düşünün. Həmin əvəzlikdə həm mənsubiyyətin şəkilçisi işlənməlidir, həm də halın şəkilçisi işlənməlidir. Bizdən tələb olunan ardıcıllıq budur. Biri gəlib, biri irəli gəlib sual verdi. Kim biri getdi. Bugün onlardan biri yoxdur burada. Deyəsən yenə hərəsinin bir dərdi var. Hər sözün kökü əvvəlcə əvəzliyimizi müəyyən edək. Hərə bizim əvəzliyimizdir. Hər sözün köküdür. Hərdən yarandı hərə. Leksik şəkli, yəni təyini əvəzlikdən qeyri-müəyyən əvəzlik yarandı. Onun hərəsi mənsubiyyət, hərəsinin yəlikal. Deməli qeyri-müəyyən əvəzlikdir, yəni qısacası əvəzlikdir. Əvəzlikdə həm mənsubiyyət, həm də hal şəkilçisi işlənmişdir. Doğru cavabımız C variantıdır. İkinci suala baxaq. Hansı cümlələrdə belə sözü həm işarə əvəzlik, həm də ədat kimi düşünülə bilər? Bu necə nümunələrdir? Məsələn deyirəm ki, mən belə işlərdən uzağam. Bir var deyirəm, necə işlərdən, belə işlərdən. Burada belə sözü sifəti əvəzindən əvəzlik olacaq. Bir də var ki deyirəm, mən belə bu işlərdən uzağam. Yəni mən də bu işlərdən uzağam. Bu mənada işlənən belə ifadəsi. Yəni bizdən də bu şərti, bu nümunəyə uyğun cümlələri seçməyimiz tələb olunur. Tədbirdə müəllimlər belə danışmadılar. Necə danışmadılar, belə danışmadılar. Özündən sonra hərəkət gəldiyinə görə zərfə əvəz edən əvəzlik. Bir də ki deyirəm, müəllimlər belə danışmadılar. Yəni müəllimlər sustular da danışmadılar. Başqaları da danışmadı, müəllimlər də danışmadı. Deməli ədat olacaq burada, həm də əvəzlik kimi düşünülə bilər. Biri bir. Belələrinin cavabını gərək vaxtında verəsəm. Ümumiyyətlə yadda saxlayın ki, ədat mövqeyində işlənibsə belə ifadəsi şəkilçi qəbul etməz. Ona görə də belələrinin şəkilçi qəbul edib gördüyümüz kimi çıxırıq. O övladını belə düşünmürdü. Necə düşünmürdü? Belə düşünmürdü. Bir olacaq zərfə əvəz edən, tərzi hərəkət zərfini əvəz edən əvəzlik. Bir də var ki, övladını belə düşünmürdü. Yəni heç kimi düşünmürdü də. 1 3 belə bir gözəl havada mən evdə otura bilmərəm. Burada ümumiyyətlə əvəzlik kimi işlənmir. Bunu Mərdan belə istəməmişdi. Belə necə istəməmişdi, nə cür istəməmişdi, nə tərzdə istəməmişdi, belə istəməmişdi. Zərfi əvəz edən əvəzlik ola bilər. Bir də var ki, Mərdan belə istəməmişdi. Yəni başqaları da istəməmişdi, Mərdan da istəməmişdi. Ədat mövqeyində 1 3 5 doğru cavabımız A variantı hesab olundu yoldaşlar. Üçüncü suala baxırıq. Hansı fikir səhvdir? Yenə də deyirəm, qayda sualıdır. Qayda sualı əsasən artıq belə deyək, günlük tələbata, imtahan tələbatına uyğun olmayan sual tipləridir. Düşsə sertifikasiya imtahanına düşə bilər. MİQə mən gözləmirəm qayda sualı. Həmçinin 3-cü qrupun blok imtahanında da qayda sualı gözləmirəm. O əvəzlikdən sonra modal söz gələrsə vergül qoyula da bilər, qoyulmaya da bilər. Bu doğrudur. Bəli, o əvəzlikdən sonra modal söz gəlsə vergül ola da bilər, olmaya da bilər təbii ki. Bu işarə əvəzliyi, çünki məsələn o-dan sonra o sanki mənə baxırdı. Biz bilirik axı, hətta bu il buraxılış imtahanında da bu sual istifadə olundu. Üzr istəyirəm, buraxılış imtahanında yox, OTK sınaqlarında da istifadə olunmuşdu. Modal sözlər biz bilirik ki, cümlənin 3 mövqeyində işlənə bilər. Əvvəlində də işlənə bilər, ortasında da işlənə bilər, sonunda da işlənə bilər. Əvvəlində işlənsə özündən sonra vergül işarəsi qoyulur. Ortada işlənən modal sözün hər iki tərəfindən vergül işarəsi qoyulur. Sonunda işlənən modal sözdən özündən əvvəl vergül işarəsi qoyulur. Bu bütün modal sözlərə şamil olunan qayda deyil. Dilimizdə bəzi modal sözlər var ki, həmin modal sözlər durğu işarəsi baxımından istisnalıq təşkil edir. Hansılardır? Elə bil, güya, sanki. Elə bil, güya, sanki. Elə bil ki, güya ki, bu kimi ifadələr də burada daxildir. Bu modal sözlərdə vergül işarəsi istifadə olunmayacaq. Amma yerdə qalan deməli
Modal sözlərdə isə vergül işarəsindən istifadə olunacaq. Burada da deyir ki, o əvəzindən sonra modal söz gələrsə vergül qoyula bilər, qoyulmaya da bilər. Bəli, o əvəzindən sonra əgər sanki, elə bil, güya, elə bil ki, güya ki ifadələri modal sözləri işlənsə vergül olmayacaq. Amma yerdə qalan digər modal söz işlənsə vergül işarəsi olacaq. Yəni qoyula da bilər, qoyulmaya da bilər. A doğrudur. Bizdən səhv fikri istəyir. B-yə baxaq. Bu işarə əvəzliyi hallansa da mənsup şəkilçisi qəbul etmir. Tamamilə doğrudur. Məsələn, bu, bunun, buna, bunu, bunda, bundan hallana bildi. Amma mənsup şəkilçisi qəbul etmir. Təsdiq edək bunu. Mənim bum, sənin bun, onun busu deyə bilərəm, xeyr deyə bilmirəm. Deməli, həqiqətən də hallana bilir, amma mənsubiyyəti qəbul edə bilmir. B də düzgündür. Bizdən səhvi istəyir. Elə belə əvəzlikləri mənsup şəkilçisi qəbul etməsi əsasən hallanmır. Bəli, tamamilə doğrudur. Elə, elənin, eləyə, eləni, elədə, elədən demək olmur. Məsələn, onun eləsi mənsubiyyəti qəbul elədi. Eləsinin, eləsinə, eləsini, eləsində, eləsindən. Onun beləsi, beləsinin, beləsinə, beləsini, beləsində, beləsindən. Mənsubiyyət şəkilçisi qəbul etdikdən sonra rahatlıqla hallana bilər. Amma birbaşa hallananda problem yaşayır. Ona görə C də düzgündür, çıxdı. Həmin əvəzlik sifəti əvəz edə bilər. Bəli, hətta ancaq sifəti əvəz edir həmin əvəzliyi və ancaq hansı sualına cavab verir. Böyük çox vaxt hansı. Təyin əvəzliklərin hamısı formaca dəyişə bilir. Yanlışdır. Məsələn, götürək hər əvəzliyini. Hər əvəzliyini formaca dəyişə bilir o deməkdir. Yəni qrammatik şəkilçi, forma dəyişən şəkilçilər hansılardır? Qrammatik şəkilçilərdir. Yəni demək istəyir ki, qrammatik şəkilçi artırıla bilər. Məsələn, hər sözünə mən ə artırdım, hərə. Axı bu təyin əvəzliyidir. Mən buna hərə, yönlük hal şəkilçisini artıq belə deyək də məzmunun dəyişəcək. Hərlər deyə bilmərəm. Mənim hərim deyə bilmərəm. Ona görə də hamısı formaca dəyişə bilir fikri yanlışdır. Doğru cavabımız Y variantıdır. 4-ə baxaq. Ovçu, insaf elə, keçmə bu düzdən. O çöllər qızını ayırma bizdən. Baxın yoldaşlar, burada elə ifadəsi işarə əvəzliyi deyil. Nəyə görə? Çünki insaf eləmək, insaf etmək feilidir. Eləmək, etmək feili məqamında işlənib burada. Baxaq indi təhlilinə aid olan fikri müəyyən. Nümunədə iki işarə əvəzliyi işlənmişdir. O çöllər qızını, hansı çöllər qızını, o çöllər qızını. Biz bilirik ki, o əvəzliyi amonim əvəzliyidir. Həm şəxs əvəzliyi kimi işlənə bilər, həm də işarə əvəzliyi kimi işlənə bilər. Əgər o əvəzliyi kim sualına cavab versə, şəxs əvəzliyidir. Əgər hansı sualına cavab versə, işarə əvəzliyidir. Burada da o çöllər qızını, hansı çöllər qızını, o çöllər qızını işarədir. Bu bilirik zaten işarədir. Bizdə şəxs əvəzliyidir. 2 işarə, 1 şəxs əvəzliyi işlənib. 2 işarə əvəzliyi işlənib, doğrudur. Aha, doğrudur. Elə bizdən də doğrunu istəyirdi. A variantı. Bu təyini əvəzliyidir, yanlışdır. Bu elə belə həmin işarə əvəzliyidir, getdi. O şəxs əvəzliyidir. O nə zaman şəxs əvəzliyi olar? Cümlədə kim sualına cavab versə və yaxud da kimlə bağlı olan suala cavab versə. Burada hansı sualına cavab verib? Ona görə də şəxs əvəzliyi yox, təyini əvəzliyi olmalıdır, çıxdı. Biz şəxs əvəzliyidir, cümlədə yer zərfliyidir. Düzdür, şəxs əvəzliyidir, amma cümlədə bu hissə doğrudur, amma vergüldən sonraki hissə var. Cümlədə yer zərfliyidir. Bu fikir yanlışdır. Ayırma. Kimdən ayırma? Bizdən ayırma. Kimdən sualı hansı cümlə üzrünün sualıdır yoldaşlar? Kimdən, nədən, kim ilə, nə ilə, kim haqqında, nə haqqında, kim barədə, nə barədə, kim üçün, nə üçün? Bunlar nəyin sualıdır? Kim ilə, nə ilə, kimi, nəyi? Bunlar tamamlığın sualıdır. Şəxs əvəzliyidir, yer zərfliyi yox. Nədir? Tamamlıq mövqeyindədir. Ona görə bu da buna görə yanlışdır. Nümunədə 3 işarə əvəzliyi var. Xeyr, 2 işarə əvəzliyi var, bir dənə də şəxs əvəzliyi var. Əgər burada olsaydı ki, nümunədə 3 əvəzlik var, işlənib, bu doğru olardı. Amma burada deyir ki, 3 işarə əvəzliyi var. Ona görə yanlışdır. Doğru cavabımız A variantı. 5-ci suala baxaq. Bəziləri elə düşünür ki, kimsə onun haqqında nəsə deyə bilməz. Aha, gəlin əvəzliklərimizin altından xətt çəkək. Bəziləri təyini əvəzliyidir, isimləşib. Hardan bildim isimləşib? Üzr istəyirəm. Qeyri-müəyyən əvəzliyidir, isimləşib. Hardan bildim isimləşib? Çünki ismə məxsus lər cəm şəkilçisini və i mənsubiyyət şəkilçisini qəbul edib. Hardan bildim i mənsubiyyətdir? Çünki onun bəziləri qabağını onun artıra bilirəm.
Elə düşünür. Elə sözündən sonra hərəkət gəldiyinə görə zərfə əvəz edən əvəzlikdir. Kimsə qeyri-müəyyən əvəzliyidir, düzəltmə qeyri-müəyyəndir. Onun da şəxs əvəzliyidir. Yəlik halda olan şəxs əvəzliyi. Nəsə də deməli düzəltmə qeyri-müəyyən əvəzlikdir. Gəlin indi baxaq. Elə işarə əvəzliyidir, zərfi əvəz edib, səhvi soruşur bizdən. İşarə əvəzliyidir, bəli. Zərfi əvəz edib, bəli. Hardan bildim zərfi əvəz edib? Çünki özündən sonra hərəkət gəlib. Aydın oldu. Əgər özündən sonra isim gəlsəydi, sifətə əvəz edən əvəzlik olacaqdı. Yəni bu doğrudur. Bizdən yanlış istəyir. Nəsə düzəltmə qeyri-müəyyən əvəzlikdir. Elə indicə dedik, nəsə qeyri-müəyyən əvəzlikdir, düzəltmədir. Nə sual əvəzliyinə, nəsə qeyri-müəyyən əvəzliyi düzəldir. B də düzgündür. Onun yəlik hal şəkilçisi qəbul edib. Bəli, sözün kökü elə indicə dedik, odur. Un yəlik halın şəkilçisidir. N da bitişdirici samitdir. Biz bu sözlə təsdiq edə bilərik ki, yoldaşlar fikir verin. Sual oluna bilər ki, hər hansı bir sözün kökü bir hərfdən ibarət ola bilərmi? Bəli, ola bilər. Bu sözlə təsdiq edəcəyik. O sözün köküdür. Un yəli çal şəkilçisidir. In, in, un, ün. N da bitişdirici samit, yəni n-yısıdan biridir. Bax gördünüz, sözün kökü bir sözdən ibarətdir. Yəli çal şəkilçisi gedib düzgündür. Bəziləri sifətə əvəz edib. Yanlışdır. Bəziləri sifəti əvəz etməyib. Hardan bildim sifəti əvəz etməyib? Gəlin biz burada əvəzlik ilə yerinə bura uyğun bir söz yazaq. Deyirəm ki, əvəzlərini istəyirəm. İnsanlar elə düşünür ki, kimsə onun haqqında nəsə deyə bilməz. Bax, insanlar hansı nitq hissəsidir? İsimdir də, düz deyil. Deməli, bəziləri sözü nəyə əvəz edib? İsmə əvəz edib, sifətə əvəz etməyib. Buna görə yanlış cavabımız elə D variantıdır. Kimsə ismə əvəz edib, bəli, isim əvəz edib. Hardan bildim? Çünki cümlədə kim sualına cavab verir. Bəziləri elə düşünür ki, məsələn, Əli onun haqqında nəsə deyə bilməz. Əli onun haqqında nəsə deyə bilməz. İsimdir də, kimsə də Əlini əvəz edib, yəni ismi əvəz edib. Doğrudur, çıxdı. Doğru cavabımız D variantı, yəni səhv fikirdir. Gəldik 6-cı suala. Hansı cümlədə vergül düz qoyulub? Baxaq. Biz bilirik ki, OB əvəzliklərindən sonra vergülün qoyulub qoyulmaması 2 addımdan ibarətdir. Birinci addım ondan ibarətdir ki, odan budan sonra cümlədə isim gəlsə, sifət gəlsə, say gəlsə, zərf gəlsə, daha sonra deməli nida gəlsə, modal söz gəlsə, ikinci addım oya buya biz kim və yaxud da nə sualını verə biliriksə, deməli vergül işarəsi qoyulacaq. Aydın oldu? Yox, əgər ola bilər ki, cümləmizdə bu 2 dənə addımdan biri cümlədə özünü doğrultsa, digərini doğrultmasa vergül işarəsi olmayacaq. Həmçinin oya buya biz həm kim, həm də nə sualını verə biliriksə, vergül qoyula, üzr istəyirəm, həm kim, nə, həm də hansı sualını verə biliriksə, vergül qoyula da bilər, qoyulmaya da bilər. Hansı sualına cavab verdikdə vergül qoyulmayacaq, kim və yaxud da nə sualına cavab verdikdə, özündən sonra da isim, sifət, say, zərf, nida, modal söz gəlsə vergül işarəsi qoyulacaq. Baxaq, o mənciyəzi hələ bu qədər tərif etməmişdi. Mənciyəz isimdir. Kim sualına cavab verir. Özündən sonra isim gəlib, mənciyəz isimdir. Mənə baxmayın, burada mənciyəzə baxın. İsmin əzizləmə mənası yaradan şəkilçisidir. Ona görə də elə doğru cavabımız A variantıdır, vergüldə qoyulub. İndi gəlin baxaq. B variantı. Bu neçənci kitabdır ki, oxuyursan? Neçənci hansı nitq hissəsidir? Sual əvəzliyidir, düz deyil. Sayın sualıdır. Sayın sualıdır, sual əvəzliyidir. Baxın indi birinci addımın içərisində mən əvəzliyi qeyd etmişəmmi? Əvəzlik yoxdur ki, nə olsun ki bu, nə bu? Ona görə vergül olmaz. O gedəndə feil gəlib. Siyahımızda feil varmı? Yoxdur. Vergül olmaz. Bu məni. Buradan sonra nə gəlib? Məni əvəzlik gəlib. Vergül olmaz. O səndən. Səndən nədir? Əvəzlikdir. Olmaz. Biz demişik ki, doğru cavabımız A variantıdır. Biz demişik ki, əvəzlikdən sonra əvəzlik gələndə ancaq 2 məqamda vergül işarəsi qoyula bilər. Hansı məqamlarda olar? Hansı məqamlarda olar? Əgər əvəzlikdən sonra əvəzlik gəlsə, amma həmin əvəzlik cümlədə həmcinslik yaratsa, vergül işarəsi qoyulacaq.
Məsələn deyirəm ki, o, mən, sən, nə bilim, Bakıya getdik. Burada odan sonra görürsüz ki, mən əvəzliyi gəlib, sən əvəzliyi gəlib, amma vergül işarələri qoyulub. Düzgündür burada. Nəyə görə qoyulub? Səbəb nədir? Çünki həmcinslik yaradıb. Sayılma var burada. O, mən, sən. Aydın oldu. Və yaxud da o budan sonra əvəzlikdən sonra əvəzlik gələndə vergül qoyula bilər. Hansı məqamda? İkinci məqam odur ki, əlavə olsa. Yəni əvəzlikdən sonra gələn əvəzlik özündən əvvəl gələn əvəzliyi dəqiqləşdirsə, konkretləşdirsə, aydınlaşdırsa, onda deyəcəyik ki, əlavədir və vergül qoyulmalıdır. Məsələn deyirəm ki, o mənim dostum ağıllıdır. Odan sonra gördüyümüz kimi mənim ifadəsi gəlib. Nədir? Əvəzlikdir. Neyniyib? Onun kim olduğunu dəqiqləşdirib. Mənim dostum. Deməli, vergül işarəsi qoyulmalıdır. Amma digər hallarda odan budan sonra əvəzlik gələndə vergül işarəsi olmaz. Burada doğru cavabımız A variantı oldu. Gəldik 7-ci suala. İşarələnmiş sözlərin hansı nitq hissəsi olduğunu müəyyənləşdirin. Biz elə hesab edirdik ki, hesab etmək frazeoloq feildir. Ona görə də özündən sonra feil gəldiyi üçün deyəcəyik ki, zərfi əvəz edən əvəzlikdir. Əvəzlikdir, amma zərfi əvəz edib. Gör nə deyir? Burada başqa şey deyir. Deyir ki, yox, düzgün getmişik. Hansı, yəni deyir, altından xətt çəkilmiş sözlər hansı nitq hissəsidir? Hesab etmək feildir, düz deyil. Elə sözündən sonra feil gəlib. Deməli nədir? Zərfdirmi? Xeyr, zərf deyil. Zərfə əvəz edən əvəzlikdir. Belə işlərdən, necə işlərdən sual verdim, amma sual versəm də özündən sonra isim gəlib, necə sualı çıxır, beləni də biz harda keçirik? Əvəzlikdə keçirik də, düz deyil. Deməli, əvəzlik də burada nə edib? Oğul, yaxşı işlərdən həmişə, pis işlərdən həmişə uzaq ol. Deməli, burada pis sözü var imiş ki, əvəzlik də nə edib? O pis sözünü oradan silib, özünü ora əvəz etmiş söz kimi qoyub. Yəni, əvəzlik burada sifəti əvəz eləyib. Burada da əvəzlikdir. Burada sifəti əvəz edən əvəzlikdir. Burada isə nədir? Zərfi əvəz edən əvəzlikdir. Yəni, nəticədə hər ikisi əvəzlikdir. Dayım elə yorulub ki, tərpənə bilmirdi. Nə tərzdə yorulub? Elə yorulub. Bu da əvəzlikdir. Zərfi əvəz edən əvəzlikdir. Yəni, üçü də nəticə etibarı ilə əvəzlikdir. Doğru cavabımız D variantı. Hansı cümlədə işarə əvəzliyindən sonra işlədilən durğu işarəsi doğrudur? İşarə əvəzliyi deyil. Uşaqlar, baxın, diqqətli olun bu sualda. Sualda diqqət eləməlisiniz. İşarə əvəzlikləri deyir. Yəni, o burada işlənə bilər, amma şəxs mövqeyində işlənən onu deməyəcək. İşarə mövqeyində işlənən onu deyəcək. Yadınızdan çıxartmayın. O, buralardan uzun müddətdir ki, gedibdir. Kim o? Burada vergül işarəsinin işlənməsi doğrudur ya. Çünki o işlənib, özündən sonra bura zərf işlənib. Yəni, odan budan sonra zərf gələndə vergül işarəsi qoyula bilər. Kim sualına da cavab verir, vergül qoyula bilər. İki addımın ikisi də özünü doğruldub da burada, düz deyil. Amma bizdən şərtdən A variantını götürə bilərikmi? Qətiyyən yox. Çünki bizə nə deyir? İşarə əvəzliyi. Fikir verin. Baxın, görün nə deyir? İşarə əvəzliyindən sonra deyir, vergül qoy düzgün doğru olsun. A-da şəxs əvəzliyidir. Çünki kim sualına cavab verir. Ona görə də, bax, B-yə baxın. Bu, bizim dostumuz bura yeni gəlib. Bax bura. Mənim bayaq dediyim nümunədir. Odan budan sonra dedik ki, əvəzlik gələndə vergül işarəsi qoyulmaz. Amma odan budan sonra gələn əvəzlik əgər cümlədə həmcinslik yaradıbsa və yaxud da dəqiqləşdirmə funksiyasını yerinə yetirirsə, yəni əlavədirsə, onda vergülün işlənməsi doğru olacaq. Fikir verin, burada da bu əvəzliyi biz bilirik ki, ancaq işarə əvəzliyi kimi işlənir də. O, bu, elə belə, həmin. Fikir ver, özündən sonra nə gəlib? Bu
bizim dostumuz bura yeni gəlir. Mən bunun kim olduğunu nə edirəm? Dəqiqləşdirirəm də, düz deyil. Deməli bizim dostumuz burada nədir? Əlavədir. Bunun kim olduğunu dəqiqləşdirir, konkretləşdirir, aydınlaşdırır. Deməli bundan sonra əvəzlik gəlsə də vergül işarəsi qoyulacaq və bu da hansı əvəzliyin hansı məna növünə aiddir? O bu elə belə həmin işarə əvəzliyinə aiddir də. Deməli həqiqətən də B variantında işarə əvəzliyi işlənibmi? Bəli, işarə əvəzliyi işlənib və özündən sonra vergül işarəsinin qoyulmağı doğrudur. Nəyə görə? Çünki əlavə əvəzlik əlavəli formada işlənib. Aydın oldu. Doğru cavabımız B variantı. 9-cu suala baxaq. Formaca dəyişmiş qeyri-müəyyən əvəzliyi mübtəda kimi çıxış etdiyi nümunəni müəyyən edin. Baxın, bu sizi çaşdırmasın. Formaca dəyişmiş əvəzlik dedi nə nəzərdə? Ümumiyyətlə sözün formasını dəyişən şəkilçilər var, mənasını dəyişən şəkilçilər var. Sözün formasını dəyişən şəkilçilər hansı şəkilçilərdir yoldaşlar? Mənanı dəyişən şəkilçilər leksik şəkilçilərdir, formanı dəyişən şəkilçilər qrammatik şəkilçilər. Yəni bizə deyir ki, aşağıda bir dənə variantda bir qeyri-müəyyən əvəzlik işlənib. Həmin qeyri-müəyyən əvəzlikdə qrammatik şəkilçilər var və həmin qrammatik şəkilçilərə görə də həmin əvəzlik mübtəda rolundadır. Baxın, mən burada nə görürəm? Baxın, bizim uğurlarımıza xor baxanları da unutmadıq. Qeyri-müəyyən əvəzlik deyir. A variantında bizim şəxs əvəzliyidir, çıxdı. B variantında hamı itirir kimi bəxtini, kimi ömrünü. Düz deyirsiniz. Burada qeyri-müəyyən əvəzlik işlənib, amma formaca dəyişibmi? Yəni qrammatik şəkilçisi varmı? Hamı sadədir. Kimi sual əvəzliyindən i şəkilçisi qoşuldu. Qeyri-müəyyən əvəzlik yarandı. Sual əvəzliyindən qeyri-müəyyən əvəzlik yarandı. Burada mənaca dəyişmiş, forma dəyişmiş qeyri-müəyyən əvəzlik deyil. Ona görə çıxdı. Çünki leksik şəkilçisidir. Hərə bir cür yox olur. Kim? Hərə mübtəda mövqeyindədir. Hər sözün köküdür, təyini əvəzliyidir. Əl şəkilçisi sözə qoşulub, cümlədə qeyri-müəyyən əvəzlik yaranıb. Yəni qısacası formaca dəyişməyib. Yəni qrammatik şəkilçisi yoxdur burada. Düzdür, mübtəda mövqeyində işlənib, qeyri-müəyyən əvəzlikdir. 2 tələb ödənib, amma formaca dəyişibmi? Formaca dəyişmə tələbi yoxdur burada, getdi. Bəziləri hələ də cəmiyyətin qurbanına çevrilir. Çevrilir, nəyə çevrilir? Cəmiyyətin qurbanına. Kim? Bəziləri. Bax, kim sualına cavab verdi bəziləri. Qeyri-müəyyən əvəzlikdirmi? Bəli, qeyri-müəyyən əvəzlikdir. Bəzi. İsmi məxsus olan lər və i şəkilçisini qəbul eləyib. Lər cəm şəkilçisi, i mənsubiyyət şəkilçisidir. Onun bəziləri, çünki cəmiyyətin bəziləri, onun bəziləri. Ona görə mən i-ni mənsubiyyət götürdüm. İsmi formaca dəyişmiş. Deməli, burada qeyri-müəyyən əvəzlik işlənibmi? Bəli, işlənib. Mübtəda rolundamı? Bəli, mübtəda rolundadır. Formaca dəyişibmi? Bəli, larilər və i isim məxsus qrammatik göstəricilərini qəbul edib. Doğru cavabımız D variantı hesab olundu. Sonra gəldik 10-cu suala baxaq. Mənsubiyyətə görə dəyişə bilməsə də hallana bilən işarə əvəzliyinin xəbər olduğu nümunəni müəyyən edin. Deyir ki, mənsubiyyətə görə dəyişə bilmir. Hansı işarə əvəzləri mənsubiyyətə görə dəyişə bilmirdi? O, bu. İşarə əvəzləri mənsubiyyətə görə dəyişə bilmirdi. Hallana bilirmi? Bəli, onun, ona, onu, onda, ondan, bu, bunun, buna, bunu, bunda, bundan. Yəni qısacası bizdən o və bu ilə bağlı bir deyir ki, o, bu əvəzliyi cümlədə xəbər mövqeyində işlənsin. Belədir, çıxdı. Özüməm təyin əvəzliyidir, çıxdı. Bəziləri qeyri-müəyyən əvəzliyidir. Mən gedirəm, burada da xəbər gedirəmdir, getdi. O siz dediyiniz deyil. Budur. Bax, bu bizim işarə əvəzliyimizdir. Mənsubiyyətə görə dəyişə bilmir. Çünki mənim bum, sənin bun deyə bilmərəm, amma hallana bilər. Bu, bunun, buna, bunu, bunda, bundan. Doğru cavabımız Y variantı hesab olundu. 11-ci suala baxaq. 11-ci suala baxırıq. Deməli, 11-ci sualda qeyd edir ki, kökü əvəzliyi olan, amma əvəzlikdən düzəlməyən sözün işləndiyi cümlələri müəyyən edin. Uşaqlar, yoldaşlar, əziz videonu izləyən şəxslər, ümumiyyətlə, sözün nədən düzəldiyini biləndə nə edirdik? Sözü, ümumiyyətlə, gəlin kök və leksik şəkilçi ayıraq. Kök, leksik, həm qrammatik. İxtiyari bir söz götürdük. Təsəvvür edirik ki, bir söz götürmüşük və həmin sözün təhlilini etdik və belə bir təhlil aldıq. Bir kök, 2 leksik, 2 qrammatik. Sözün nədən düzəldiyini müəyyənləşdirəndə qrammatik şəkilçilər nəzərə alınmır. Leksik şəkilçilər nəzərə alınır.
Sözün nədən düzəldiyini müəyyən edəndə axırıncı leksik şəkilçi silinir və ondan əvvəlki hissə götürülür sözün yarandığı nitq hissəsi kimi. Aydın oldu. İndi gəlin baxaq. Feillərdə də biz bilirik ki, leksik və qrammatik şəkilçiləri ayırd etmək üçün ən rahat yol feillərdə şəkilçidən sonra maqmək şəkilçisini artırmağımızdır. Əgər artıra biliriksə, deməli həmin şəkilçi leksikdir. Artıra bilmirsə qrammatikdir. Birinci nümunədə özəlləşdirməyin sözünə gəlin baxaq. Öz sözün köküdür. Özdən yarandı özəl, özəldən yarandı özəlləşmək, özəlləşdirmək, inkar şəkilçisidir. Yində siz özəlləşdirməyin şəxs şəkilçisidir, qrammatikdir. Deməli, sözün nədən düzəldiyini tapanda nə edirdik? Qrammatiklər nəzərə alınmırdı, axırıncı leksik şəkilçi silinirdi. Silək, söz nədən yaranıb? Özəlləşməkdən yaranıb. Yəni sözün kökü öz təyini əvəzlidir, amma əvəzlikdən düzəlməyib. Nədən düzəlib? Özəlləşmək feilindən düzəlib. Yəni biri götürəcəyik biz. İkiyə baxaq, həminki sözü. Sözün kökü həmin işarə əvəzi idi. Ki də ona qoşuldu, sifət elədi. Dakı və ki şəkilçisi. Sözün kökü əvəzli idi. Bir dənə leksik şəkilçi vardı, düz deyil. Bunu çıxıram. Yerdə qaldı həmin. Burada sözün kökü əvəzli idi. Sözün yarandığı nitq hissəsi də yenə əvəzli idi. Çünki bir dənə leksik şəkilçi var sözdə. Onu da çıxanda yenə də elə həmin qalır da. Ona görə ikini çıxırıq. Sözün kökü də yarandığı nitq hissəsi də əvəzli idi. 3-ə baxaq. Mənimsəməlidir sözün kökün. Məndən yarandı. Mənimsəmək, malı məli feilin şəkillərinin şəkilçiləri yadda saxlamayıq ki, qrammatik şəkilçidir. Dir də şəxs sonluqdur, qrammatik şəkilçidir. Sözün nədən yarandığını tapanda nə edir? Qrammatik şəkilçilər nəzərə alınmırdı, leksik şəkilçini silirdik. Burada da bir dənə imsədir var, çıxdı. Sözün kökü də əvəzli idi, yarandığı nitq hissəsi də əvəzli idi. Çünki bir dənə leksik şəkilçi var. Ona görə 3-ü də çıxırıq cavabdan. Kimliyindəki sözün kökü kim sual əvəzli idi. Kimdən yarandı? Kimlik ismi. Kimlikdən yarandı sənin kimliyin, mənsubiyyət. Dakı də deməli leksik şəkilçidir. Baxın, dilimizdə bəzi şəkilçilər var ki, həmin şəkilçilər sözdə işləndikdə ümumiyyətlə Azərbaycan dilində şəkilçi ardıcılığı necədir? Birinci kök gəlməlidir, sonra leksik şəkilçi gəlməlidir, sonra qrammatik şəkilçi gəlməlidir. Amma 4 dənə şəkilçi var ki, həmin şəkilçilər söz daxilində işləndikdə bu ardıcılıq pozula bilər. Hansılar da olar? Dakı, dəki, çı, çi, çu, çü, sız, siz, susuz, də cil. Bu şəkilçilər işləndikdə bu sxem pozula bilər. Pozulur demirəm, amma pozula bilər. Yəni qrammatikdən əvvəl leksik də qrammatikin yerinə keçə bilər. Bu zaman əgər qrammatik şəkilçi leksik şəkilçidən əvvələ keçsə, artıq həmin vaxt biz belə deyək, sözün yarandığı nitq hissəsini tapanda onda artıq qrammatiki də götürəcəyik və eyni zamanda belə deyim də başlanğıc formaya da daxil edəcəyik qrammatik şəkilçini. Kimliyindəki sözündə 2 dənə şəkilçi var, düz deyil. Axırıncını silirik. Kimlik ismi qaldı, düz deyil. Amma sözün kökü kimdir? Sual əvəzi idi. Söz nədən yaranıb? Kimlik ismindən yaranıb. 4-ü də götürəcəyik. Yəni eyni deyil. 1 4 5-ə baxaq. Kimsəsizlik sözün. Sözün kökü kim? Kimdən yarandı? Kimsə. Kimsədən yarandı? Kimsəsiz. Kimsəsizdən yarandı? Kimsəsizlik. 3 dənə leksik şəkilçi var. Sözün nədən düzəldiyini tapanda nə edirdi? Axırıncı leksiki silirdi. Söz nədən yaranıb? Kimsəsizdən yaranıb. Sözün kökü nədir? Əvəzli idi. Kim sual əvəzli. Demək sözün kökü əvəzli idi, amma söz özü nədən yaranıb? Kimsəsiz sifətindən yaranıb. 1 4 5 doğru cavabımız A variantıdır. 12-ci suala baxaq. Bu şəhərə gələndə çox sevinir cümləsindəki əvəzliyə aid olan fikri müəyyən edin. Yoldaşlar, özündən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Çünki əgər vergül qoysam kim şəhərə gələndə çox sevinir, bu vergül qoymasam da doğru olar. Hansı şəhərə gələndə, bu şəhərə gələndə. Özündən sonra vergül işlənsə şəxs əvəzliyi olar. Bu fikir yanlışdır. Çünki şəxs əvəzlərimiz hansılardır? Mən, sən, o, biz, siz, onlar. Mənim saydığım şəxs əvəzlərin içərisində bu deyə bir ifadə yoxdur. Ona görə də bu variant yanlışdır. Özündən sonra vergül işlənsə mübtəda ola bilər. Bu doğrudur.
E, doğru cavabımız elə budur. Nəyə görə? Çünki mən vergül qoysam avtomatik olaraq bu şəhərə gələndə çox sevinir. Kim şəhərə gələndə çox sevinir? Bu. Kim sualı çıxır, avtomatik olaraq cümlədə mübtəda mövqeyində işlənir. B variantı. 12-ci suala baxaq. 13-cü suala daha doğrusu. Vəkilin hörməti qalsın özünə. Öz sözün köküdür. Onun özü mənsubiyyət, özünə yönlük al. Yoxdur etibarım onun sözünə. O sözün köküdür. Unda yəlik aldı. N-da bitişdiricidir. Baxaq indi 2 dənə əvəzliyimiz var burada. Hər ikisi ismi əvəz etmişdir. Qalsın özünə, onun özünə, Həsənə qalsın, Hüseynə qalsın, müəllimə qalsın isimdir. Yoxdur etibarım Əlinin sözünə. Hər ikisində ismi əvəz edib. Yəni bir doğrudur nəticə etibarı ilə. 2-yə baxaq. Şəxs əvəzliyi tamamlığın ifadə vasitəsidir. Baxaq. Yoxdur etibarım onun sözünə. Nəyə? Onun sözünə etibarım yoxdur. Burada şəxs əvəzliyi tamamlığın ifadə vasitəsi deyil. Əvəzlik burada söz birləşməsinin tərəfi kimi çıxış eləyib. Söz birləşməsi bütövlükdə tamamlığın ifadə vasitəsi. Təkcə əvəzlik yox, ona görə 2-ni götürmürük. Əvəzliklərdən biri ayrılıqda sifəti əvəz edə bilər. Bəli, öz əvəzliyi bir təyini əvəzliyidir də. Təyini əvəzliklərdə əsasən sifəti əvəz edir. Məsələn, öz fikrim, öz düşüncəm, öz evim, hansı fikrim, hansı düşüncəm, hansı evim öz təyini əvəz idi, sifət əvəz etdi ayrılıqda. 1, 3, 4-ə baxaq. Hər iki ismi əvəz edərək əşyanı adlandırır. Ümumiyyətlə yadda saxlayın, adlandırma xüsusiyyəti əvəzlikdə adlandırma xüsusiyyəti yoxdur, əvəz etmə xüsusiyyəti var. Çünki biz demişdik ki, ismin xüsusi qaydası var, əşyanın adını bildirir. Sifətin xüsusi qaydası var, əşyanın əlamətini və keyfiyyətini bildirir. Amma sayın da həmçinin, feilin də həmçinin, zərfin də həmçinin, amma əvəzliyin bir qaydası yoxdur. Ona görə adlandırma xüsusiyyəti yoxdur onun, əvəz etmə xüsusiyyəti var. Əvəzliklərdən biri mənsubiyyət şəkilçisi qəbul etmişdir. Bəli, burada biz dedik ki, mənsubiyyət şəkilçisi deyil, hal şəkilçisidir. Burada isə öz sözün köküdür onun özü, fikir verirsiniz, onun özü, onun artıra bilirəm. Deməli, üç şəkilçisi burada üçüncü şəxsin mənsubiyyətinin şəkilçisidir. 5 ilə götürdük. 1, 3, 5 doğru cavabımız A bəndi hesab olundu. 14-cü suala baxaq. Uyğunluğu müəyyən edək. Şəxs əvəzlikləri əşyanı adlandırır, kimlə sualına cavab verir. Bu fikir yanlışdır. Nəyə görə yanlışdır? Çünki əvəzliklər əşyanı adlandırmır, əvəz eləyir. İndicə dedik, çıxdı. İşarə əvəzlikləri sifətin yerində işlənib, morfoloji baxımdan sifət olur. Xeyr, morfoloji baxımdan sifət olmur. Elə əvəzlik olaraq qalır. Məsələn, elə adam, necə adam. Burada elə sözü deməli özündən sonra isim gəlib, necə nə cür hansı sualına cavab verir. Deməli, sifətdirmi? Xeyr, sifəti əvəz edən əvəzlikdir. Ona görə doğru yazılıb, yanlış olmalıdır, çıxdı. Təyin əvəzliklərin bəzisi forması dəyişə bilir. Bayaqlar dedik. Məsələn, hər əvəzliyi. Hər əvəzliyinə biz qrammatik şəkilçi artırıb onun formasını dəyişə bilmərik. Ona görə də hər əvəzliklərin bəzisi forması dəyişə bilmir fikri doğrudur. Doğru da verib, deməli doğru cavabımız C variantıdır. 15-ci suala baxaq. Əvəzlik işlənmiş cümlələri müəyyən edək. 15-ci sualda deməli deyir, hər an təhlükə ilə üz-üzə qala bilərik. Burada hər an, hər vaxt, hər zaman, zaman zərfliyidir burada. Hərlə anı ayıra bilmərəm. Çünki nə an, hansı an, hər an deyə bilmərəm. Hər şeyin sonunun yaxşı olacağını hiss edirdi. 2-ni götürəcəyik. Hər şey qeyri-müəyyən əvəzliyidir. Bugün digər günlərdən fərqli idi. Burada bunu ayıra bilmərəm. Eyni ilə hər anda olduğu kimi. Çünki bugün bütövlükdə zaman zərfliyidir, çıxdı. Əlindəki kitab özününki idi. Burada ki sözü qoy. Daki, dəki və ki sözünün qoşulduğu ifadələr nəyə hesab olunur? Deməli, sifət hesab olunur. Amma əgər ki istisnadır, ki-dan ki üstüdür. Ki-dən əvvəl əgər qrammatik şəkilçi işlənsə, həmin o söz sifət hesab olunmayacaq, isim hesab olunacaq. Özününki burada isimdir. Yəni sifət əvəzlik deyildi qısacası. 4 çıxdı. Bəzən nə qədər çalışsam da alınmır. Burada da baxın yoldaşlar, burada bir texniki səhvə yol verdik. Bu dakı söhbəti eyni doğrudur ya, fikir verin.
Burada cümləni tam oxumadıq biz. Burada da gün ifadəsi işlənib, burada da gün ifadəsi işlənib. Deməli, burada söhbət günlərdən gedir. Yəni birinci gün, ikinci gün, üçüncü gün, dördüncü gün. Ona görə burada bunu işarə əvəzliyi kimi götürə bilərik. Məsələn, bu gün digər günlərdən fərqli idi. Biz burada bunu işarə əvəzliyi kimi götürə bilərik. Bir də ki 5 olacaq. Nə qədər sual əvəzliyi idi. Amma burada biz bilirik ki da ifadəsi işləndiyi gibi bu tabeli mürəkkəb cümlədir. Tabeli mürəkkəb cümlədə işlənən sual əvəzliklərdə öz suallıq funksiyasını itirən sual əvəzlikləri. Yəni bağlayıcı söz kimi işlənibdir. Burada bağlayıcı söz kimi də işlənsə sual əvəzliyidir. Yenə də 2 3 5 Y variantı. 4 də ona görə götürmədik ki, Q-dən əvvəl qrammatik şəkildə işlənən bu isimdir. Amma Q birbaşa kökə qoşulsaydı o sifət olacaqdı. Bəzi əvəzliyi formaca dəyişməsə də hansı sözün yerində işlənə bilməz. Yoldaşlar, gəlin buna məntiqi yanaşma eləyək. Baxın, gözəl sözü nitq hissəsi olaraq sifətdir, qrammatik baxımından, ümumi qrammatik məna baxımından. Yaxşı sözü sifətdir, ümumi qrammatik məna baxımından. Sifətdir deyirəm, isim yazıram. Sifətdir. Yaxşı sözü sifətdir, ümumi qrammatik məna baxımından. Cavan sözü sifətdir, ümumi qrammatik məna baxımından. Qoca sözü də sifətdir, ümumi qrammatik məna baxımından. Yəni qısacası bəzi əvəzliyi formaca dəyişməsə bunları əvəz eləyə bilər. Məsələn, bəzi gözəl, bəzi sözdə hansı sualına cavab verir, gözəl də hansı sualına cavab verə bilər. Yaxşı da, cavan da, qoca da. Amma formaca dəyişməlidir ki, düşmən ismini əvəz eləsin. Yəni ismə məxsus olan qrammatik göstəriciləri qəbul edib formaca dəyişməlidir ki, düşmən ismini əvəz edə bilsin. D variantı. Bax görürsüz, 4-ü sifətli, biri isimdir. Dost, düşmən bunlar isimlərdir. Vurun cavabı getsin də bunu. 17-ci suala baxaq. Klasteri boş xanasına hansı fikirlər doldurula bilər? O bu əvəzlikləri biz bilirik ki, o əvəzliyi amonim əvəzliyidir. Həm şəxs əvəzliyi ola bilər, üçüncü şəxsin təki, həm də işarə əvəzliyi ola bilər. Bu amma belə deyək də ancaq bir mövqedə işlənir. O da işarə əvəzliyi kimi. Həm o, həm də o əvəzliyi deməli həm mənsubiyyətə görə, həm şəxs əvəzliyi kimi düşündükdə, həm də işarə əvəzliyi kimi düşündükdə ortaq cəhət kimi verə bilərik ki, həm şəxs əvəzliyi kimi düşünəndə, həm də işarə əvəzliyi kimi düşünəndə mənsubiyyətə görə dəyişə bilmir. Bu əvəzlik ümumiyyətlə mənsubiyyətə görə dəyişə bilmir. İndi gəl baxaq. Özündən sonra əvəzlik gələrsə heç bir halda vergül olmaz. Yanlışdır. Biz demişik ki, o bu əvəzliklərindən sonra əvəzlik gələndə iki halda vergül işarəsi qoyula bilər. Bir, əgər həmcinslik yaratsa, o budan sonra gələn əvəzlik həmcinslik yaratsa, vergül işarəsi qoyulmağı doğru olar, qoyula bilər. Yəni bir də ki, o budan sonra vergül gəlsə, həmin o budan sonra əvəzlik gəlsə, əgər həmin əvəzlik əlavə funksiyasını icra edirsə, yəni izah edici funksiya daşıyırsa, onda da vergül işarəsi qoyula bilər. Yəni heç bir halda vergül olmaz fikri yanlışdır. Biri çıxırıq. Köməkçi nitq hissələrindən yalnız modal söz gələrsə vergül olur. Yanlışdır. Modal sözdə biz demişdik birinci addımda nə demişdik? Köməkçi nitq hissələrinin ikisinin adını çəkmişdik. Modal söz, bir də nidanın adını çəkmişdik ki, vergül olmalıdır. Yalnız modal söz fikri yanlışdır. İkini də çıxdıq. 1 ilə 2-ni çıxanda cavab 3-4-dür də. Fe'li birləşmə daxilində gəlsə özündən sonra vergül ola bilər. Bəli, həmçinin də 4. Özündən sonra qoşmalı söz gələrsə vergül qoyula bilər, qoyulmaya bilər. Bəli, 3-4. Doğru cavabımız Y variantı. 18-ci suala baxaq. Hamı elə düşünür ki, o mənim ən yaxın dostumdur. Hamı qeyri-müəyyən əvəzlik ki, elə düşünür. Özündən sonra hərəkət gəldiyinə görə zərfi əvəz edən əvəzlikdir. O, kim, o, əl kim, əli kim, vəli o. Şəxs əvəzliyidir. Mənim şəxs əvəzliyidir. Ən yaxın dostumdur. Yoxdur burada. Həmişə o kəndə gedəndə hər kəs bizi qarşılayırdı. Burada
Ondan sonra vergül qoyulsa əgər şəxs kimi düşünülə bilər. Amma qoyulmadığına görə hansı kəndə o kəndə işarə kimi düşünürəm mən bunu. Hər kəs qeyri-müəyyən bizi şəxs əvəzliyidir. Baxaq indi amonim olan şəxs əvəzliyi işlənib. Amonim olan şəxs əvəzliyi deyir yoldaşlar. Baxın, bu birə aiddir. Birinci cümləyə aiddir. Deyə bilərsən ki, ay müəllim, homonim olan şəxs əvəzliyi odur da, həm işarə əvəzliyi kimi işlənə bilər, həm də deməli şəxs əvəzliyi kimi işlənə bilər. O da birinci cümlədə də işlənib, ikinci cümlədə işlənib. Qoy bura gəlsin də bir xeyr. Gör nə soruşur bizdən? Deyir ki, amonim olan şəxs əvəzliyi. Yəni biz onun şəxs əvəzliyi kimi işlənən versiyasını götürməliyik. İkinci cümlədə o şəxs əvəzliyi kimi işlənməyib. Ona görə də biz buna şəxs əvəzliyi kimi baxmayacağıq. Birinci cümlədə isə o mənim ən yaxın dostumdur. Kim o? Şəxs əvəzliyi kimi işləndiyi üçün biri doğru yerdə yazıb. Ona görə biri götürəcəyik. Bir götdü, bu variant çıxdı, bu variant çıxdı. Əvəzliklərdən biri zərfə əvəz edib. İki də doğru yerdədir. Yo, iki doğru yerdə deyil. Yoldaşlar, bir də diqqətli olun burada. Burada deyir ki, burada təkcə oya baxmamalıyıq. Biz burada fikir verin. O şəxs əvəzliyi kimi, bəli, burada şəxs əvəzliyi kimi işlənib. Amma amonimdir. Yəni buradakı onu nəzərdə tutmur. Burada da axı şəxs əvəzliklərindən bilməliyik ki, şəxs əvəzliklərindən biz də amonim kimi işlənə bilər. Bir var çəkməçilikdə istifadə olunan alət, bir də var ki, şəxs əvəzliyi olan biz. Burada da biz işlənib də amonimdir. Yəni bu ortaqda işlənməlidir bir həqiqətən. Ona görə də birinci cümlədə odur, həm işarə əvəzliyi ola bilər, həm şəxs əvəzliyi ola bilər. İkinci cümlədə də bizdir. Həm isim ola bilər, həm də ki biz əvəzliyi ola bilər. Ortaq gəlməlidir. Biri çıxırıq variantlardan. Bir çıxdı. Yəni ortaqda işlənməlidir. 2. Əvəzliklərdən biri zərfi əvəzidir. Bəli, bu birə aiddir. Nəyə görə? Çünki elə düşünür. Özündən sonra hərəkət gəldiyi üçün nə tərzdə düşünür? Elə düşünür. Tərzdə hərəkət zərfliyini məsələn pis düşünür, yaxşı düşünür. Pis və elə sözü, pis və yaxşı sözlərini silib yerində işlənib. Yəni əvəz edib onları. 2 doğru mövqedə işlənib, 2 də yoxdur. Yəni ikinci cümlədə yoxdur zərfi əvəzinin əvəzliyi. Birinci cümlədə var. 2 götürəcəyik. Əvəzliyin 3 məna növünə aid nümunə işlənib. Deməli, birinci cümlədə hamı qeyri-müəyyən əvəzli, qeyri-müəyyənə aid nümunə var. Elə düşünür. Deməli, işarə əvəzliyinə aid nümunə var. O, şəxs, o ilə mənim şəxs əvəzliyinə aid nümunə var. 3 müxtəlif məna növünə aid nümunə var. İndi 2-yə baxaq. O kəndə gedəndə hansı kəndə o kəndə işarəyə aid nümunə var. Hər kəs qeyri-müəyyənə aid nümunə var. Bizi şəxs əvəzliyinə aid nümunə var. Deməli, hər iki cümlədə də 3 məna növünə aid nümunə işlənib. Ortaqdır, ortaq da verib düzgündür. 2, 3. O əvəzliyi 4-ü ortaq verib. Deyir ki, o əvəzlik işarə əvəzliyidir. Birinci cümlədə o kim sualına cavab verir, ona görə şəxs əvəzliyidir. İkinci cümlədə hansı sualına cavab verdiyinə görə işarə əvəzliyidir. Bunu ortaq verə bilmərik. Çünki birinci cümlədə incə dedik ki, şəxs əvəzliyidir. 4-ü çıxırıq. Doğru cavabımız B variantıdır. 5-ə baxaq. Təyini əvəzlik işlənən sadə cümlədir. 5-ə baxaq. Birinci cümlə sadə cümlə deyil. Çünki burada ki var. Ki olduğuna görə tabellik bağlayıcısıdır və tabeli mürəkkəb cümlədir. 2-yə baxaq. Həmişə o kəndə gedəndə hər kəs bizi qarşılayırdı. Burada da təyini əvəzlik yoxdur. Hər kəs qeyri-müəyyən əvəzliyidir. Orada hər kəsdən kəsi mən həri ayıra bilmərəm. Ona görə 5 də çıxdı. 6 bizim cavabımızdır. İşarə əvəzindən sonra vergül qoyulsa şəxs əvəzliyinə çevriləcək. Bəli. İndi biz cümləni təhlil edəndə demişdik ki, əgər burada o-dan sonra ikinci cümlədə o-dan sonra mən vergül işarəsini qoysam, artıq o avtomatik olaraq oradakı o kim sualına cavab verəcək və şəxs əvəzliyinə çevriləcək. Yəni burada doğrudur. 2, 3 halda doğru cavabımız B variantıdır. Gəldik 19-cu sualı izah edək. Heç kimsə gəlib soruşub ki, necə yaşayırsan? Heç burada ədatdır yoldaşlar. Heç kimsə hardan bildim ədatdır? Çünki cümlənin sonunda sual işarəsi yaranıb. Baxaq. Heç kimsə gəlib soruşub ki, necə yaşayırsan? Heç burada heç kimsə mənasında deyil. Heç kimsə gəlib soruşub mənasında işlənib. Aydın oldu. Heç burada ədatdır.
Kimsədir burada əvəzlik. Sözün kökü kimdir? Sə də leksik şəkilçidir. Sual əvəzliyindən qeyri-müəyyən əvəzlik yaratdı. Necə yaşayırsan da sual əvəzliyinin elə özüdür. Hardan bildin? Sifətin sualıdır yoxsa zərfin sualıdır? Təbii ki, tərzi hərəkət zərfin sualıdır. Çünki özündən sonra hərəkət gəlib sual əvəzliyindən sonra. Deməli zərfin sualıdır bu. Yanlış fikri istəyir. Deməli bu cümlədə 2 dənə əvəzlik işlənib. Əvəzliklərdən biri sadə, digəri isə kimsə düzəltmə əvəzliyidir. Heç kim sözü əvəzlik deyil burada. Ona görə də mürəkkəb əvəzlik işlənməyib. Baxaq indi. Ona görə də B variantı doğrudur. Deyir ki, mürəkkəb əvəzliyi işlənməsə də düzəltmə əvəzliyi işlənir. Bəli, mürəkkəb əvəzliyi yoxdur, amma kimsə düzəltmə əvəzliyi işlənib. Əvəzliklərdən biri zərflikdir, biri mübtəda rolundadır. Bəli, bu nədir? Aha, ruçkam düşdü. Gəlib soruşub kimsə mübtəda, yaşayırsan, necə də sual əvəzliyi olduğuna görə, dilimizin qaydasına görə sual əvəzliklərinə biz deməli ayrıca bir sual verə bilmərik. Nə tərzdə yaşayırsan, necə yaşayırsan? Ayrıca bir sual verə bilmərik, bizim ixtiyarımız yoxdur buna. Amma mən siz başa düşün deyə deyirəm. Nə tərzdə yaşayırsan, necə yaşayırsan? Özündən sonra hərəkət gəldiyinə görə necə sözünə mən tərzi hərəkət zərfliyi dedim cümlə üzvü olaraq. Əgər necə sözündən sonra necə adamdır gəlsəydi, artıq özündən sonra isim gəldiyinə görə necə sözü cümlə üzvü olaraq təyin olacaqdı. Aydın oldu. Zərflik biri mübtəda rolundadır. Bu da doğrudur. Sual əvəzliyi sifəti əvəz etməyib. Bəli, sifəti əvəz etməyib. Əgər özündən sonra isim gəlsəydi, sifəti əvəz edəcəkdi. Amma özündən sonra isim gəlmədiyinə görə, hərəkət gəldiyinə görə tərzi hərəkət zərfini əvəz edib. C variantı da etməyib, doğrudur. D-yə baxaq, mürəkkəb və sadə əvəzlik işlənib. Səhv cavabımız elə budur. Çünki heç kimsə sözü əvəzlik deyil. Burada heç ədat da kimsə sözü əvəzlikdir. D variantı yanlış cavabımızdır. 20-ci suala baxaq. Hansı cümlədə işarə əvəzindən sonra vergülün işlənməsi doğrudur? Bu, hər insana buradan sonra hər əvəzlik gəlib vergül işarəsi olmaz. O, bizimkiləri, baxın nə deyir? Suala bax, deyir, işarə əvəzliyindən sonra o, bu, elə belə həmin işarə əvəzliyi olmalıdır. O-da diqqətli olun. Burada o şəxs əvəzliyi də kimi işlənə bilər, işarə əvəzliyi kimi də işlənə bilər. Ola bilər ki, o-dan sonra vergül işarəsi filan doğru qoyulub. Onu dərhal varianta götürməyin. Əgər o cümlədə o şəxs əvəzliyidirsə, sizin şərtinizi ödəməyəcək. Diqqətli olun. O, bizimkiləri gülər üzlə qarşıladı. Kim o? Bax, elə cavabımız bu ola bilməz. Bu mənim indi dediyim çaşdırıcı məqam buradadır. Bu bizimki sözü ki qoşulduğuna görə biz ifadə bizimki kidən əvvəl qrammatik şəkilçi gəlib də. Biz sözün köküdür im, yəlik alın şəkilçidir. Çünki biz bilirik ki, mən və biz əvəzlikləri yəlik halda in şəkilçisi in versiyasını alacaq. Yəni yəlik alın şəkilçisidir bu. Biz də bilirik ki, iki şəkilçisindən əvvəl əgər qrammatik şəkilçi gəlsə, o isim kimi götürüləcək. Bizimki burada isimdir. Deməli, o-dan sonra isim gəlib, kim sualına da cavab verir, vergül qoyulub. Bu düzgündür. Vergül qoyulma düzgündür. Amma sualımızın şərtini ödəyirmi? Xeyr, ödəmir. Çünki sualımızın şərtində işarə əvəzliyini nəzərdə tutur. O burada şəxs əvəzliyidir. Çünki kim sualına cavab verir, getdi. Bu bizim düşündüklərimizdən də çətin oldu. Bundan sonra bizim əvəzlik gəlib olmaz. Ancaq biz bilirik ki, o bu əvəzliyindən sonra əvəzlik gələndə iki halda vergül qoyula bilər. Bir, əgər əvəzlikdən sonra gələn əvəzlik həmcinslik yaradıbsa və yaxud da əvəzlikdən sonra gələn əvəzlik əlavə funksiyasını icra edirsə, vergül qoyula bilər. Amma burada heç birisini icra eləmir. Deməli, vergül olmayacaq. O həyətdə bizi gözləyir. Kim həyətdə bizi gözləyir? O. Kim sualına cavab verir? Ona görə də o burada şəxs əvəzliyidir. İşarə əvəzliyi soruşur bizdən. D getdi. Yəni B ilə eyni qaydadır elə. Bu xəyal deyil, həyatın özüdür. Doğru cavabımız Y variantıdır. Bu xəyal sözü isimdir, düz deyil. Buradan sonra isim gəlib və bu da burada nə sualına cavab verdi. Biz də bilirik ki, o bu əvəzliyi cümlədə əgər kim və yaxud da nə sualına cavab versə və qeyd etdiyimiz nitq hissələri özündən sonra gəlsə, vergül işarəsi olacaq. Burada da bu xəyal deyil. Bu nə sualına cavab verir. Özündən sonra da xəyal ismi gəldiyinə görə vergül işarəsi qoyulacaq. Y variantı doğru cavabımızdır. Bizim tələbimiz ödənir. 21-ci suala baxaq. Sizin kimliyiniz hamıdan çox bizi düşündürür. Kimlik sözü siz ümumiyyətlə yəlik halda olan şəxs əvəzliyidir. Kimliyiniz sözü kim sual əvəzliyidir. Kim sual əvəzindən kimlik ismi yarandı. Kimlik ismindən də sizin kimliyiniz
mənsubiyyət şəkilçisi oldu. Hamıdan, hamı qeyri-müəyyən əvəzlikdir. Dan yerli çıxışlıq halda olan qeyri-müəyyən əvəzlikdir. Çox, bizi, biz şəxs əvəzliyidir. Bizi təsirlik halda olan tamamlıq mövqeyində işlənən şəxs əvəzliyidir. Baxaq indi. Əvəzliklərə aid olan fikri müəyyənləşdirin. Əvəzliklər mənsubiyyətə görə dəyişib. Siz yanlışdır. Nəyə görə? Çünki sizin sözü, sizin əvəzliyi görürük ki, yerlik halda olan əvəzlikdir. Şəxs əvəzliyi sifəti əvəzliyidir. Sizin kimliyiniz hamıdan çox bizi düşünür. Kimi düşünür? Əlini düşünür. Əlinin kimliyi yanlışdır bu da. Nəyə görə yanlışdır? Çünki hər ikisi şəxs anlayışını bildirir. Yəni ismi əvəz edib. Əgər baxaq indi. Əvəzliklər hal şəkilçisi qəbul edib. Baxaq. Burada kimlik sözü ümumiyyətlə əvəzlik deyil ki, əvəzlikdən gələn isimdir. Əvəzliklər hal şəkilçisi qəbul edib. Doğru cavabımız C variantıdır. Sizin əvəzliyi yerlik halın şəkilçisini, hamıdan əvəzliyi çıxışlıq halın şəkilçisini, bizi əvəzliyi də təsirlik halın şəkilçisini qəbul edib. Doğru cavabımız C variantı. Düzəltmə əvəzlik işlənib. 3 əvəzliyin 3-ü də düzəltmə deyil. Kimliyiniz sözü də düzəltmə əvəzlik deyil. Düzəltmə isimdir. Əvəzlikdən düzələn isim getdi. Qeyri-müəyyən əvəzlik zərflik rolundadır. Burada qeyri-müəyyən əvəzlik var. Xeyr, zərflik rolunda deyil. Biz bilirik ki, kimdən sualı çıxırsa tamamlıq mövqeyi olmalıdır cümlədə. Kimdən bizi düşünür, hamıdan çox. Kimdən hamıdan tamamlıqdır bu. Zərflik deyil. C variantı. 22. Hansı cümlədə dəqiqə. Hansı əvəzlik situasiyadan, yəni işlənmə məqamından asılı olaraq mübtəda və təyin kimi düşünülə bilər? Yəni özündən sonra vergül qoy. Qısacası nəyi soruşur? Deyir ki, hansı əvəzlikdən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. İki mənada düşünmək olar. O həyətdəki ağacları görəndə gözləri önündə keçmişi canlanırdı. Sonra bu düşüncələrin təsirindən ayılanda yeni sarsıcı xəbəri eşitdi. O maşına minəndə anası çağırdı. O çayın kənarındakı meşələri çox böyük zövqlə seyr edərdi. Bu sualda ümumiyyətlə problem var. Amma nəyə görə problem var? Çünki o həyətdəki ağacları görəndə gözləri önündə keçmişi canlanırdı. Həyətdəki ağacları görəndə hansı həyətdəki? O həyətdəki təyin kimi də düşünə bilərəm. Kim həyətdəki ağacları görəndə gözləri önündə keçmiş canlanırdı? Yox, götürə bilmərəm. Çünki bax burada o həyətdəki ağacları görəndə nə zaman o həyətdəki ağacları görəndə fe'li bağlama tərkibinin daxilinə girəcək. B-də də eyni şəkildə bu düşüncələrin yəni problemli deyil bu sual. Fikir verin, burada da anda var. Bu düşüncələrin təsirindən ayılanda yeni sarsıcı xəbəri eşitdi. Eşitdi nəyi xəbərin? Hansı xəbəri? Sarsıcı xəbəri. Hansı sarsıcı xəbəri yeni? Nə zaman bu düşüncələrin təsirindən ayılanda çıxdı? Tamamlığı fe'li bağlama tərkibinin içindədir. O maşına minəndə əndə var burada. Anası çağırdı. Çağırdı. Kim çağırdı? Anası. Nə zaman? O maşına minəndə fe'li bağlama tərkibinin içindədir. D variantıdır. Doğru cavabımız o çayın kənarındakı meşələri çox böyük zövqlə seyr edərdi. Görürsüz burada heç bir fe'li bağlama, fe'l sifətin şəkilçiləri yoxdur. Deməli aldadıcı məqam, diqqət göstərməli məqamınız fe'li bağlama və fe'li sifət şəkilçilərini bilmək və tərkibi müəyyən etməkdir. O çayın kənarındakı meşələri çox böyük zövqlə seyr edərdi. Hansı çayın kənarındakı meşələri? O hansı bir mənada hansı sualını verirəm. Ona görə hansı sualını verəndə vergül işarəsini işlədə bilmərəm, amma deyirəm ki, kim çayın kənarındakı meşələri çox böyük zövqlə seyr edərdi? O. Kim sualını verəndə isə vergül işarəsi ola bilər. Hansı sualını verəndə vergül işarəsi olmaz. Yəni situasiyadan asılı olaraq, baxış açısından asılı olaraq burada o əvəzliyini həm işarə əvəzliyi kimi düşünə bilərəm. Bu zaman təyin olacaq. Həm də şəxs əvəzliyi kimi düşünə bilərəm. Bu zaman da mübtəda olacaq. Doğru cavabımız D variantı. 23-cü suala baxaq. Əvəzlik təyin kimi işlənib, əvəzlik zərflik kimi işlənib, əvəzlik mübtəda kimi işlənib. Baxaq. Burada da tərkibə diqqətli olun. Yəni fe'li bağlama ola bilər ki, əvəzlik cümlədə təyin mövqeyində işlənən əvəzliyə bənzəsin, amma fe'li bağlama tərkibinin içində olsun. Diqqətli olun. Aytaç həmin kəndə çatandan sonra Azər qayıtdı. Nə zaman? Nə etdi? Qayıtdı. Kim qayıtdı? Bu tipli suallarda təhlil etməyiz
Məqsədə uyğundur. Kim qayıtdı? Azər qayıtdı. Nə zaman? Aytəc kəndi çatandan sonra. A ümumiyyətlə heç birisinə aid deyil. Çünki həmin ifadəsi fe'li sifət tərkibinin içindədir. Olmaz. Qardaşım elə şagirddir ki, necə şagirddir, elə şagirddir. Elə sözündən sonra isim gəldiyinə görə, həm də necə, nə cür, hansı sual çıxdığına görə deməli sifəti əvəz edib cümlə üzvü olaraq da özündən sonra isim gəldiyi üçün təyin olacaq. 1-ə C variantı gedir. De görüm hansı sənin tapşırığını etməyib? Hansı sözünü fikir verin, hansı sözü sizi çaşdırmasın, hansı sözü sifətin sualı ola bilər. Dərhal sifətin sualı olduğuna görə onu cümlə üzvü kimi təyin götürməyin. Sual ona ayrılıqda sual verin. Baxın, çünki sual əvəzlikləri də isimləşə bilər. Fikir verin, deyirəm ki, de görüm hansı sənin tapşırığını etməyib, sənin tapşırığını etməyib. Kim? Hansı? Hansı sualı burada kim sualına cavab verdi, gördünüz? Kim sualına cavab verdiyi üçün də əvəzi mübtəda rolundadır burada. 3-ə B gedəcək. Deyə baxa, hələ də bilmirsən ki, hara gedirsən? Gedirsən, hara gedirsən, haraya gedirsən? İfadə həm yadda saxlayın, ifadə həm hara, həm də haraya sualına cavab verirsə, deməli o nədir cümlə üzvü olaraq? Zərflikdir. Burada da hara, haraya rahatlıqla deyə bilərəm. Deməli cümlə üzvü olaraq zərflikdir. D 2-yə gedəcək. O evə gələrkən Həmid kişi görmədi. O evə gələrkən Həmid kişi görmədi. Nə etdi? Görmədi. Kim? Həmid kişi. Həmid kişi nə zaman görmədi? O evə gələrkən. Burada da o evə gələrkən fe'li bağlama tərkibinin içindədir. Ona görə bu da heç birisinə aid deyil. 1-ə C, 2-yə D, 3-ə B. Doğru cavabımız C variantı oldu. 24-cü suala baxaq. Mən belə həyatın nəyindən inciyim? Burada belə sözünü həm ədat kimi düşünmək olar. Mən belə həyatın nəyindən inciyim? Həm də belə həyatın, necə həyatın əvəzlik kimi düşünmək olar. Sifəti əvəz edən əvəzlik. Baxaq, fərqləndirən sözün əvəzlik olduğunu nəzərə alsaq, yəni ədat olduğunu nəzərə almırıq, əvəzlik olduğunu nəzərə alırıq. Düzgün yerləşmələri müəyyən edək. Doğrudan doğrunu seçməliyik, yanlışdan yanlışı seçməliyik. Baxaq, amonim olan əvəzlik işlənmişdir. Bəli. Amonim olan əvəzlik işlənib. Belə sözü həm ədatı ola bilər, həm də işarə əvəzliyi mövqeyində işlənə bilər. Həm leksik ədat olanda leksik mənası olmur, əvəzlik olanda leksik mənası olan söz olur. Biri götürəcək. Əvəzliklərdən heç biri morfoloji baxımdan dəyişə bilmir. Morfoloji baxımdan dəyişə bilmir o deməkdir. Yəni şəkilçi qəbul edə əvəzlikdən, yəni şəkilçi qəbul edərək yeni söz yarada bilmir. Niyə yarada bilmir? 2 yanlışdır. Mənlik deyə bilərəm də. Mən əvəzliyinə lik artırıb mənlik ismi yarada bilərəm. Ona görə də 2-ni çıxıram. Yanlışdan yanlışı seçməliyik. Əvəzliklərin hamısı birbaşa hal şəkilçisi qəbul edir. Mən, mənim, mənə, mənim, məndə, məndən. Elə belə əvəzlikləri biz bayaqlarda dərsin əvvəlində də dedik. Elə belə əvəzlikləri birinci mənsubiyyətə görə dəyişməlidir. Mənsubiyyətə görə dəyişəndən sonra rahatlıqla halı qəbul edə bilər. Yəni belə, belə, belənin, beləyə, beləni, belədə, belədən demək olmur. Onun beləsi mənsubiyyət, beləsinin, beləsinə, beləsini, beləsində, beləsindən. Artıq mənsubiyyətdən sonra halı qəbul edə bilər. Ona görə də yanlışdır, yanlışdan yanlışı seçirik. 4. Əvəzlik müxtəlif məna növünə aid nümunə işlənir. Bəli, mən şəxs əvəzliyidir, belə işarə əvəzliyidir. Nəyindən? Şəxs əvəzliyi, üzr istəyirəm, sual əvəzliyidir. Müxtəlif məna bu üzdə yazılmalıdır 4. Ona görə də yanlış deyil, bu doğrudur. 1 ilə 3-ü götürəcəyik. Doğru cavabımız Y variantı. 25-ci sual. Məncə onun bu addımları heç kəslə eyni olmasın. Eyni olmasın, o let bilqı bütöv götürüləcək. Yəni eynini hər öz bütün filan cümlə eyni sözü ilə qarışdırmayın. Burada feildir. Eyni olmaq bütöv tərkibi feildir. Heç kəs bir əvəzliyidir. Bu ikinci əvəzliyidir. Onun da yelik halda olan ikinci əvəzliyidir. Daha doğrusu şəxs əvəzliyidir. Cümlədə sual əvəzliyi xaric digər məna növlərinə aid nümunə var. Burada axı dedik axı təyini əvəzliyə aid nümunə yoxdur. Ona görə də aid olan fikirlər istəyirsə bir aid deyil. Eyni sözü olmaq feili ilə birləşib bir söz kimi götürülür. Bir yanlışdır. Bir çıxdı, bir çıxdı, bir çıxdı.
Daha sonra iki şəxs əvəzliyi işlənib, biri yəlik haldadır. İki şəxs əvəzliyi işlənib, biri burada harda ikinci şəxs bir dənə o var da. Eee, Bu işarə əvəzliyi heç kəsli qeyri-müəyyən əvəzliyidir. Bir dənə onundur burada şəxs əvəzliyi. Onda iki şəxs əvəzliyi işlənib ki, yanlışdır. 2-ni də çıxıram. Doğru cavabımız A variantıdır. 3-ə baxaq. Nümunədə təyin əvəzi işlənməyib. Doğrudur, çünki eyni olmasın feildir. Eyni sözünə aldanmayın. Ol et bilgili, çünki ayıra bilmərəm. Əvəzliklərdən birini sinonim ilə əvəz etmək olar. Bəli, heç kəsi eləmək olar. Məsələn, deyirəm ki, onun bu addımları heç kimlə eyni olmasın. Heç kəs, heç kim, kimsə, bunlar sinonimdirlər. 3, 4. İşarə əvəzliyi heç bir cümlə üzvü rolunda deyil. İşarə əvəzləri bəli, çünki fikir verin, biz bilirik ki, üçüncü növ təyini söz birləşməsi anlayışı var dilimizdə. Üçüncü növ təyini söz birləşməsinin daxilində işlənəndə ayrıca sual verib onu müstəqil cümlə üzvü adlandıra bilmərik. İfadə nədir? Onun addımları. Söz birləşməsidir onun addımları. Üçüncü növ isim birləşmə olduğuna görə üçüncü növün də daxilində deməli bu ifadəsi işlənib, buna da ayrıca sual verə bilmərəm. Ona görə də heç bir cümlə üzvü rolunda deyil fikri doğrudur. 5 də götürəcək. 3, 4, 5 A variantımızdır. 26-cı suala baxaq. Hər və öz əvəzli sözlərini Eyler-Venn diaqramına əsasən müqayisə edib doğru fikirləri müəyyən edin. Hər ikisi təyin əvəzlidir. Baxaq. Qrammatik şəkilçi qəbul edə bilmir. Bəli. Hər əvəzliyi bayaqlarda dedik, qrammatik şəkilçi qəbul edə bilmir. Öz qəbul edə bilər. O sənin özün, özünün, mənsubiyyətini də qəbul edə bilər, halı da qəbul edə bilər. Amma yadda saxlayın ki, öz əvəzliyi birbaşa hal şəkilçisini qəbul edə bilmir. Mütləq birinci mənsubiyyət qəbul etməlidir, daha sonra hal qəbul etməlidir. Yəni qaydası budur. Qrammatik şəkilçi qəbul edə bilmir, bu hərə aiddir. Bir doğru mövqedə işlənir. Buna görə bir işlənməyənləri çıxırıq. Birbaşa hal şəkilçisini qəbul etmir. Birbaşa hal şəkilçisini qəbul etmir. Bu hər ikisinə aiddir. Ona görə də ortaq gəlməlidir. Bu birinci mənsubiyyəti qəbul edir, bu da həmçinin. Ona görə də burada işlənməlidir. Çıxdı bu. 2-ni çıxırıq. 2 getdi. 3-ə baxaq. Əşyanı ümumi şəkildə ifadə edir. Əşyanı ümumi şəkildə ifadə edən, ümumi şəkildə təyin edən əvəzli təyin əvəzlilər. Yəni hər, öz, bütün, filan, cümlə və eyni. Bu əvəzləri axtarmalıyıq. Hərlə də öz əşyanı ümumi şəkildə ifadə edir, təyin edir. Ona görə təyin əvəzidir. Ortağa verib, ortağa da verib, düzgündür. 3. Biri də götürmüşük. 1, 3. Doğru cavabımız elə A variantına oxşayır. 6-ya baxaq. Mənsubiyyət şəkilçi qəbul edə bilir. Bəli, 6 dedik axı, mənsubiyyət şəkilçi qəbul edə bilir. Mənsubiyyətdən sonra halı qəbul edə bilər. Öz, sənin özün, özünün, özünə, özünü, özündə, özündən. Bəli, 1, 3, 6 A bəndi doğru cavabımızdır. 27-ci suala baxaq. Hansı variantdakı fikrə əsasən əvəzlik ikili cümlə üzvü kimi düşünülə bilər? Maraqlı sualdır. Yerlik hal şəkilçi biz əvəzliyi. Yerlik hal şəkilçi, məsələn, bizdə. Deyirəm ki, bizdə sözü kimdə sualına cavab versə, cümlə üzvü olaraq tamamlıq olacaq. Harada sualına cavab versə, daha doğrusu cavab verə bilir. Cümlədə yer zərfliyi olacaq. Yəni, əvəzlik ikili cümlə üzvü kimi düşünülə bilər. Biri götürdük. Sonra, özündən sonra vergül qoyulan həmin əvəzliyi. Bu, ümumiyyətlə, həmin əvəzliyi yox. Belə anlayış düzgün gəlmir. Müstəqil cümlə üzvü olan hansı əvəzliyi? Bəli. Hansı əvəzliyin biz bilirik ki, özündən sonra əgər hərəkət gəlsə, hansı əvəzliyi olacaq? Cümlə üzvü olaraq hərəkət gəlsə, zərflik olacaq. Əgər özündən sonra isim gəlsə, olacaq təyin. Ona görə də 3-ü götürəcəyik. 1, 3.
Əşyaya aid olan necə əvəz? Əgər əşyaya aid deyirsə, artıq bir cümlə üzvü olacaq, o da təyin. Əgər burada qeyd etsəydi ki, məsələn 3-də olduğu kimi qeyd etsəydi, müstəqil cümlə üzvü olan necə əvəzliyi, onda necədən sonra hərəkət gəlsə, olacaqdı zərflik, necədən sonra isim gəlsə, olacaqdı təyin. Amma burada gör nə deyir? Burada deyir ki, birbaşa bizə cavab verir. Deyir ki, əşyaya aid olan necə? Əşyaya aidsə deməli özündən sonra isim gəlməlidir. Özündən sonra isim gələn necə ifadəsi də, necə sual əvəzi də ancaq təyin kimi işlənir. Çıxdı. 1 3 5 cümlədə xəbərə aid olan nə sualı? Xəbərə aid olan nə ifadəsini həm mübtəda kimi düşünülə bilər, həm də ifadə həm nə, həm də nəyi sualına cavab verə bilər. Ona görə tamamlıq mövqeyində düşünə bilərik. Yəni 5-i də götürəcəyik. 1 3 5 doğru cavabımız D variantı. 28-ci suala baxaq. Kimsə bilməzdi ki, hər gün o burada nə edir? Nə edir bizim sualımızdır. Sual əvəzliyimizdir. Feilin sualıdır. Mürəkkəb əvəzliyidir. O, kim, o şəxs əvəzliyidir. Hər günü ayıra bilmərəm. Bilməzdi kim, kimsə. Sual əvəzindən düzəlmiş, düzəltmə qeyri-müəyyən əvəzliyidir. Baxaq. Birinci cümlədəki əvəzliyin birinci cümlə həmçində cümlə tabeli mürəkkəb cümlədə hardan bildim? Çünki tabelilik bağlayıcısı ilə bağlanıb. Birinci cümlədəki əvəzliyi sinonimindən əvəz etmək olar. Kimsə bilməzdi ki, hər gün o burada nə edir? Heç kim bilməzdi ki, bəli, kimsəni heç kimdən əvəz edə bilirəm. Heç kimdən əvəz edə bilirəm. Aid olanları istəyir, biri götürəcəm. Sual əvəzliyi cümlədə ismi xəbər rolundadır. Nə etməklə bağlıdır? Biz bilirik axı, nə etməklə bağlı sual varsa, o feili xəbərdir, çıxdı. Nümunədə yalnız əgər xəbər isim, sifət, say, nə bilim, əvəzlik, zərflə ifadə olunsa, daha sonra əvəzlik, xəbər əgər nə bilim isim birləşməyi ilə ifadə olunsa, onda hə ismi xəbər olar. Amma burada nə edir? Feildir axı. Feilin sualıdır axı. Ona görə biz bilirik ki, həm də xəbərə nə etmək sualı verirsə, o feili xəbərdir. Nümunədə yalnız işarə əvəzlikləri var. Niyə burada yalnız işarə əvəzliyi işlənməyib? Təyin əvəzliyi də işlənməyib axı. Ona görə bu da yanlışdır. 3-ü də çıxırıq. 4-ə baxaq. İşarə əvəzliyi məkan məzmunu verir. Burada işarə əvəzliyi varmı? Burada işarə əvəzliyi yoxdur axı. Hər gün o burada şəxs əvəzliyidir, çıxdı. Əşyanı ümumi şəkildə ifadə edən əvəzlik işlənməyib. Əşyanı ümumi şəkildə ifadə edən əvəzlik hansıdır? Təyin əvəzliklərdir. Hər, öz, bütün filan. Burada da işlənməyib. Hər burada çaşdırmasın sizi. Hər gün qeyri-müəyyən ümumiyyətlə əvəzlik deyil, bütöv zaman zərfidir. Parçalaya bilmərəm. İşlənməyib ifadəsi tamamilə doğrudur. Bunu da götürəcəm. 1-5 doğru cavabımız A bəndi hesab olunur. 29-cu suala baxaq. Verilən fikirlərdən yalnız ikisinə aid olan əvəzlik hansı variantda işlənib? Aha. İsmi əvəz edə bilir, mənsup şəkilçisi ilə işlənə bilir, hal şəkilçisi qəbul edə bilir, sifəti əvəz edə bilir. Baxaq, həmin ifadəsi. Həmin ifadəsi ismi əvəz edə bilmir. A bura aid deyil. Mənsup şəkilçisi ilə işlənə bilir. Mənim həminim, sənin həminin demək olmur. Hal şəkilçisi qəbul edə bilir. Həmin, həminin, həminə, həmini demək olmur. Sifəti əvəz edə bilir. Həmin hadisə, hansı hadisə, həmin kitabı, hansı kitabı. 4-ə A aiddir. Bir dənə 4-ə aiddir. Bizə deyir ki, yalnız ikisinə aid olsun. Ona görə A çıxdı. Bəzi insanlar, hansı insanlar, bəzi insanlar sifəti əvəz edib, hal şəkilçisi qəbul eləyə bilirmi? Bəzi, bəzinin, bəziyə, bəzinin halı qəbul edə bilmir. Mənsup şəkilçisi işlənə bilir. Onun bəzisi işlənə bilir. İsmi əvəz edə bilir. İsimləşəndə ismi əvəz edə bilər. Ona görə də üçünə aiddir. B buna da aiddir, buna da aiddir, buna da aiddir. Çıxdı. Hər zaman hamı haqlı deyil. Hamı ismi əvəz edir, mənsubiyyəti əvəz edə bilir, hal şəkilçisi qəbul edə bilir. Hamı, hamının, hamıya, hamını, hamıda, hamıdan. Deməli. Burada C-də ola bilər cavab. Çünki hamı qeyri-müəyyən əvəz edib, ismi əvəz edib, aha, edə bilir, aha. Deyir, ismi edə bilər deyir.
Yoldaşlar, burada cavabımız D variantı deyir. Deyir ki, o Akifin edə bilir demək başqa bir şeydir. Yəni şəxs və qeyri-müəyyən əvəzliklər həmişə edir yazılmalıdır. Ona görə burada qaldım. Amma edə bilər dedikdə, edə bilir dedikdə o əvəzinə fikir verin. O əvəzliyi biz bilirik ki, o ümumiyyətlə anonim əvəzlikdir. Həm şəxs əvəzliyi, həm də işarə əvəzliyi kimi işlənə bilər. İsmi əvəz edə bilirmi o? Bəli, o Akifin ən yaxın dostudur. Kim o? İsmi əvəz edib burada. Mənsubiyyət şəkilçisində işlənə bilir fikri yanlışdır. Mənim oğlum deyə bilmərəm, işlənə bilmir. Ümumiyyətlə şəxs əvəzləri mənsubiyyət şəkilçisini qəbul edə bilmir. Hal şəkilçisi qəbul edə bilir. O, onun, ona, onu, onda, ondan. Aha, buna da aiddir. Sifəti əvəz edə bilir? Xeyr. Sifəti əvəz edəndə artıq o burada belə deyək də o ev, hansı ev şəxs əvəzliyi olmur, işarə əvəzliyi olur. Ona görə bu çıxır variantdan. Doğru cavabımız D variantı deyilə. 30-cu suala baxaq və sonuncu sualımızdır. Bütün quyuların dərini mənəm. Məni öz içimdən kim çıxaracaq? Bütün sözü təyin əvəzliyidir. Mənəm, mən, əm şəxs əvəzliyidir, şəxs onluğu qəbul edib. Məni, kimi, məni, təsiri halda olan əvəzli, şəxs əvəzlilər öz sadə təyin əvəzliyi şəkilçi ilə işlənməyib. Kim sual əvəzliyidir, şəkilçi ilə işlənməyib. Baxaq, yalnız ikisi morfoloji baxımdan dəyişə bilmir. Morfoloji baxımdan dəyişə bilmir, yəni şəkilçi söhbəti. Mənlik deyə bilərəm, bütünlük deyə bilərəm, kimlik deyə bilərəm. Aid olan fikri deyir. 30 yanlışdır, aid deyil. Dedik axı, bir dənə öz dəyişə bilmir. Qalanları dəyişə bilir. Yalnız biri olmalıdır. Yanlışdır. Yalnız biri müstəqil cümlə ismi deyil. Baxaq. Bütün quyuların dərini mənəm. Məni öz içimdən kim çıxaracaq? Baxın yoldaşlar, burada biz bilirik ki, dilimizdə ikinci növ təyinin söz birləşməsi anlayışı var. Və ikinci növ təyin söz birləşməsi necə olurdu? Birinci tərəfdə yiyəlik halının şəkilçisi işlənmirdi, amma yerinə qoya bilərim. Məsələn, kitabın üzü üçüncü növdür, amma kitab üzü ikinci növdür. Burada da əgər ifadə belə olsaydı, özümün içimdən. Burada öz içimdən ifadəsi əslində belədir. Özümün içindən. Mənsubiyyət və hal şəkilçisi ixtisar olunub burada. Bu da ixtisar olunsa da mən onu bütöv götürməliyəm də. Ona görə çıxardacaq kim müstəqil cümlə üzvümüzdür. Sual əvəzlərini ikinci dəfə sual verə bilmərik. Mübtədanın sualı olduğuna görə mübtədanın işarəsini qoyuram. Haradan? Özümün içimdən. Bütöv ikinci növ təyinin söz birləşməsidir. Aydın oldu. Ona görə də bütöv cümlə üzvü olacaq öz içimdən ifadəsi. Ona görə də bütöv cümlə üzvü olduğu üçün də öz ifadəsi, yəni öz əvəzliyi ikinci növ ismi birləşməsinin birinci tərəfini təşkil etdiyi üçün parçalanmayacaq və müstəqil cümlə üzvü kimi iştirak etməyəcək. Doğru cavabımız elə B variantıdır. Yalnız biri müstəqil cümlə üzvü deyil. Amma digərlərinə fikir verək. Çıxardacaq. Dedik ki, kim sual əvəzliyidir. Ona ikinci dəfə sual verə bilməliyik. Mübtədamızdır. Kimi, məni, mənəm bizim xəbərimizdir. Nə? Quyuların qənimi. Hansı quyuların? Bütün quyuların. Hamısı müstəqil cümlə üzvüdür. Amma öz içimdən, özümün içimdən bütöv ikinci növün tərəfini təşkil etdiyinə görə özə mən ayrıca sual verə bilmərəm. Ona görə ismi birləşmənin tərəfidir. Müstəqil cümlə üzvü deyil. Saat gördüyümüz kimi 00:00 oldu artıq və 1-dən 30-a qədər olan əvəzlik suallarının izahını verməyə çalışdım. Belə yoldaşlar, çalışın bu test bankının suallarını işlədikdə düzdür, suallar sizə çətin gələ bilər, düşündürücü gələ bilər, amma hər zaman suallara yanaşanda maraqla yanaşın. Aydın oldu? Yəni sualı oxumağa başlayanda sualda məsələn əvəzlik mövzusunu yazırsınızsa düz deyil. Beyninizdə qurun, məsələn bu da əvəzlikdir. Sualı oxuya-oxuya siz tələblərinizi eləyin. Bu da əvəzlikdir, bu da əvəzlikdir, bu da əvəzlikdir, bu da əvəzlikdir. Hansı düzəltmədir, hansı mürəkkəbdir, hansı ismi birləşmənin daxilindədir falan filan. Bunların hamısını dedikdən sonra variantlara baxın. Yəni belə tapmaq daha rahat olacaq. İkinci hissəsi yenə də gələcək. Uğurlar arzulayıram.
İnşallah ki, hər biriniz üçün faydalı oldu video. Təşəkkür edirəm. Sağlıqla qalın, gecəniz xeyrə qalsın.